Dostlar, bugün də Cabirlə, kolleksiyaçı Cabirlə Azərbaycanın 44 günlük şanlı qələbəsinə həsr olunmuş 0 evro haqqında sizə məlumat verəcək. Buyur Cabir, nədir bu? Bizə başa sal. Şuşa Fortnesi bu. Bu Qarabağın qələbəsinə həsr olunmuş puldur. Hətta bu pulun ilk özü haqqında məlumat verim ki, müəllifi Balamirza Cavadovdur. Və bu pulun hətta çıxarılması bizim üçün çox çətin olmuşdur. Yəni Balamirza Cavadov tərəfindən. Çünki bu pullar Fransada da çap edilir. Və bu da ki, müharibə anlayışı bildirdiyinə görə icazə vermirlər bu pulların çap olunmasına və çətinliklə çıxarılmışdır. Bu yəni suvenir pullar. Bəli, suvenir pul. Amma ki, suvenirdə baxın, bu suvenir pullar Avropadakı indi işləyən evro materialından hazırlanıb. Yəni keyfiyyətli materialdadır. Ona görə də ki, bu pullar yəni xüsusidir. Burada gördüyümüz kimi ilk öncə Qarabağ atı, Şuşa qalası, Xarı bülbül təsvir olunmuş dizaynında 0 evrodur. Bu isə qabıdır, bu üst ilə hazırlanıb. Bu yəni bir neçə tiraj olaraq hazırlanır və 5000 dənə tirajı var sadəcə. Hər 0 evro 5000 dənə tiraj olunub. 11 də səndədir. Bəli, burada bu həm rus, ingilis, Azərbaycan dilində buraxılmışdır. Bunların da çox hissəsi xarici kolleksiyaçılar satılıb ki, yəni bizim zəfərimiz xaricdə tanınsın. Bəs bunlar necədir? Bunlar isə yəni gülməli vəziyyət Dağlıq Qarabağ ermənilərin dırnaqarası yaxdığı respublikanın puludur. Adıma o gülməli gəlir ki, çünki bu yəni kağız materialında gördüyümüz kimi bizim suvenir pullar onlardan qat-qat, yəni daha keyfiyyətlidir. Yəni Ermənistan o dərəcədə aşağı vəziyyətdə ölkədir ki, özlərinə gözəl vəziyyətdə pullar çap edə bilmirlər. Burada indi özləri üçün Xudafərin körpüsünü təsvir ediblər, amma ki, xəyallarında qaldı. Xudafərin körpüsü buradadır, bizim suvenir pulda artıq yəni Qarabağda Azərbaycanın. Bu pullar da isə ləğv olunub. Prosta kolleksiya məqsədilə nümayiş üçün, göstərmək üçün qalmalıdır. Burada xalça təsvir edilir, görə Qarabağ xalçasıdır. Amma ki, bunlar Azərbaycan tarixindən yəni həsr olunmuş bir şeylərdir. Bizim tariximizi də uğramaq üçün öz pullarını bunları əks etdiriblər. Amma ki, biz də ki, yəni hamısı burada göstərmişik bir-bir. Balamirza Cavadov tərəfindən göstərildi. Çox sağ ol Cabir, dəyərli məlumat üçün təşəkkür edirik sənə.